Subhanallah. Bir də nəsihət edərdiniz cümə günü danışanlara, telefonla oynayanlara, nə bilim yerdə daşlarla, xalçanın üstündə cizgilərlə oynayanlara. Onlar cümənin ədəblərindəndir və əsas cümənin şərtlərindən biridir ki, imam xutbə verərkən ona qulaq asmaq lazımdır. Oynamaq olmaz. Nə telefonla, nə xalçanın pürçümləri ilə, nə yerdə olan daşlarla, hətta kimisə danışdırmaq, yəni kiməsə sus demək belə, necə ki hədislərdə varid olub. Əgər sus desən, artıq boş işlə məşğul olmusan və kim boş işlə məşğul olub, onun cüməsi yoxdur. Həmçinin telefonla oynamaq, eləcə də yatanı ayıltmaq və ya salam vermək, asqırana yarhamukallah demək, bunlar hamısı qadağadır cümə vaxtı xütbə olanda. Ona görə səhabələrdən nə çox hədislər var olub, yəni Peyğəmbər sallallahu əleyhi və səlləmdən bunun qadağan olmasına qədər. Necə dedik, əgər desən qardaşa sus, artıq cümən artıq boş işlə məşğul olmusan və boş işlə məşğul olmusansa cümə yoxdur sənə. Necə ki hədislərin birində gəlir. Və bəzi rivayətlərdə gəlir ki, səhabələrdən biri daxil olur və məscidə və görür ki, Peyğəmbər sallallahu əleyhi və səlləm xütbə verir və bir ayə zikr edir, hansı ki eşitməyib. Soruşur digər səhabədən, radiyallahu anhum. Deyir ki, bu nə vaxt nazil olub? Cavab vermir. Namazdan sonra deyir ki, sənin cümədən payın ancaq o danışdığındır. Eşitmişəm Peyğəmbər sallallahu əleyhi və səlləm deyib ki, kim daşlarla oynayarsa, artıq boş işlə məşğul olmuş. Kim boş işlə məşğul olub, onun cüməsi yoxdur. Ona görə cümə vaxtı, xütbə vaxtı susub imama qulaq asmaq lazımdır. Cümə vaxtı susub imama qulaq asmaq lazımdır. Danışmaq olar nə vaxt imam iki xütbə arası oturanda və ya xütbəni bitirəndən sonra. Və elə zənn edirəm ki, cümə vaxtı cümədən başqa insanın nəsə başqa bir mühüm işi olmamalı, düşünməməli. Xüsusən də dünyavi işləri məscidin içində düşünməli, çalışmalı ki, düşünməsin. Az bir vaxt otursun, faydalansın. Elə ki, cümə bitdi, işlərini həll etsin.